göbələklərdən gedir. Bunlar həm dəridə, həm kişi cinsi orqanlarında, yəni sidik kanalında, uretrada, hətta prostatda belə parazitlik eləyə bilirlər. Bunların müalicəsi mövcud olduqları yerə görə aparılır. Yəni əsas səbəbləri nədir bunun? Düzgün olmayan cinsi əlaqələr, müxtəlif partnyorlarla əlaqənin olması, sonra immunitetin zəifləməsi, ən çox bu variantlardır. İmmunitetin zəifləməsi, yəni immunitetin zəifləməsi nəyə görə belə? Çünki immunitet güclü olanda bədənin müqavimət qüvvələri həmən göbələk sporlarını, misellərini özü məhv eləyir. Yəni onları orada inkişaf eləməyə imkan vermir. Amma immunitet zəifləyəndə, orqanizmin müqaviməti zəifləyəndə bu göbələklər bədəndə kök salır, inkişaf edir və orqanizmi zəiflədirlər. Üstəlik yenə də orqanizmə ziyan vururlar. Ona görə belə hallarla rastlaşdıqda həkimə müraciət edin, əvvəla müayinə olunun. Yəni əlamətlər nə ola bilər? Kanalda yandırma, qaşınma, qıcıqlanma, belə əlamətlər ola bilər. Sonra qasıq nahiyəsində qaşınmalar, xayalar nahiyəsində qaşınmalar. Yəni bunlar necə müayinə olunur, dəqiqləşdirilir? Kanaldan yaxma ilə və yaxud dəri qaşınması ilə biz bu göbələkləri və onların növünü təyin edirik. Və onun əsasında biz bilirik hansı göbələkdir və müalicə təyin edirik. Göbələklərin müalicəsi kurs şəklində aparılır, kompleks aparılır. Yəni həm daxilə dərman içmək lazımdır, həm yerli müalicələr tətbiq eləmək lazımdır ki, effektli nəticə alınsın. Bu da hər bir göbələyin növünə görə müalicələr dəyişə bilir. İndi keçək suallarımıza. Yəni görürəm ki, çoxdan da olmamışam, çoxlu suallar var. Onları çalışacağım ki, cavablandırım. Şükür adlı izləyicimiz soruşur ki, prostat ağrısı